Çernobıl faciəsi demək olar ki, dünya bəşəriyyətində ən böyük faciə idi. Müxtəlif versiyalar deyirlər onun partlaması barəsində. Yəni bəziləri o vaxt deyirlər diversiya olub, bəziləri deyirlər ki, təcrübəsizlik ucbatından. Və gecə qəflətən evimizə girdilər və orada dedilər ki, gecə ikən getməlisiniz. Bizi doldurdular poyazə, demədilər hara gedirik. Hər bir addımımızı izləyirdilər. İşləyən momentdə bu 15-16-ya qədər, əgər sən tərləyərsənsə, sən spiratorun naxadı dəyişməlisən. Əgər dedi o tər sənin bədəninə, ağzına, hissəsinə gedərsə, mədəni parçalaya bilərdi. Qarbaçov bu Çernobılın partlayışını gizli saxlamışdı. O vaxt SSR vaxtı belə bir direktiv vardı, onu gizlədirdilər, demirdilər. Çernobılda o vaxt SSR-in vaxtında sırf Azərbaycanlıların özlərinin ən ağır toçkalara göndərirdilər. Təsəvvür edin, helikopter havadan dərman tökür və həmin helikopterin əriyib tökülməyini görür. Burada insan əməyi gərək işləməli deyildi. Robotların əməyi olmalı. O faciədə insanlar elə bir ki, ət maşınına buraxılmışdı. Ölümümüzü, gözümüzü qabağına almışdı biz orada. Çernobılda olanlar, Azərbaycanlılar hamımızı məruz qalıb bu böyük bir ağır xəstəliyə. Həyatım çox pis oldu mənim. Və iki uşağım dünyaya gəldi. İkisi də həmin vəziyyətdədir. Mənim kimi yenə gün altda çıxa bilmir onlarda. Çernobıl həmin gün sənə göstərmiş xəstəliyi. 1-2 ildən sonra insan bədəni yeməyə başlayır şu an. Ali qurandan sonra mənim 2 övladım oldu. Hər ikisi əlildir. Mənim biri də şəkili budur. Çernobılda sonra doğulan övladımdır.